Bayaqki testdə mən riboza haqqında məlumat, düzdür, heç bir məlumat yoxdur. Ancaq mən oturub düşündüm ki, yəni ribozanın formulu karbon 5, H10O5-dir. Özümüzdən yəni bir neçə məlumat verək. Karbon H2OH, karbon HOH, karbon HOH, karbon HOH, karbon OH. Yəni burada 3-4 dənə OH qrupu var, 3 dənə ben nöqtə qoyduğum asimetrik karbonu var, aldehid qrupu var, açıq zəncirində. Sonra qapalı quruluşu bu şəkildədir. Karbon HOH. Çünki mən bilmirəm orada nə soruşur. HOH, karbon, karbon H2OH. Yəni əgər açıqda 3 asimetrik varsa, qapalıda 4 asimetriki var. Həmçinin bu hidrogenləşir, ribit əmələ gətirir. Karbon HOH, karbon HOH, karbon HOH, karbon H2OH. Artıq burada bu karbon asimetrikliğini itirir. Çünki sağda da CHOH, CH2OH-dır, solda da CHOH, CH2OH-dır. Həmçinin bu oksidləşəndə ribon turşusu əmələ gətirir. Karbon H2OH, CHOH deməli 3 dənə, COOH. Bunda aldehid qrupu olduğuna görə gümüş peroksid amoniakda məhlumla gedir. Mis OH ilə qırmızı çöküntü verir. OH-lara çox olduğuna görə mis OH ilə parlaq göy rəngli məhlul əmələ gətirir və s. və ilah. Bu sualı nəzərdən keçirdək. Bu çox maraqlı bir sualdır. Deməli, karbon H3, karbon H2, karbon X, karbon H, karbon H3. Və burada fikir verin, mən bura xlor yazsam, burada cis trans olmayacaq. Nəyə görə? Çünki cis trans nə deməkdir? Yəni bu soldakı karbon var 2 qatın. Ona birləşən hər hansı bir qrup sağdakına da birləşməlidir ki, mən cis və trans yaradım. Ki, yəni eyni qruplar bir tərəfə baxsın, yəni o baxımdan da burada bunu yaratmaq olmur. Amma Z və Y izomeri var. Yəqin yadınızdadır. O nə deməkdir? 2 qata ki, bu birləşənlər ki var, böyük, belə deyək də, məsələn, emeri böyük olan, ayrı böyük olan qruplar bir tərəfə baxanda Z izomer, əks baxanda Y izomer. Məsələn, burada xlor var, bir də C2H5 var. Bu 20 neçədir bu? 29-dur. Bu da 35,5-dir. Sağ tərəfdə də deməli hidrogen var, bir də CH3 var. Bu 1-dir, bu da 15-dir. Baxın, bunlar böyük qruplar. Bax, soldakı böyük qrupla sağdakı böyük qrup eyni tərəfə baxırsa Z izomerdir. Yox, yerini dəyişsə Y izomer. Yəni bunu qəbul edə bilərik. Düzü, məktəb dərsindəki cis transa uyğun gəlmir, amma qəbul edirik. Sonra burada hidrogeni yazanda burada olacaq cis trans. Çünki burada da müxtəlif qruplardır, burada da müxtəlif qruplardır. Burada olan hər hansı biri sağdakı karbonda da var. Bu da olar. Amma karbon 2H5-i yazsam bu bir mənalı şəkildə olmayacaq. Çünki 2 qat rabitə birləşən karbonlardan birinə 2 eyni qrup bilir. Yəni bu olmayacaq. CH3 birləşdirsəm yenə olacaqdır. Burada CH3, C2H5, burada da HCH3. Yəni burada olan hər hansı biri burada da var. C3H7 yazsam yenə həmin o ZY izomerinə gəlib çıxacaq. Ki sol tərəfdə bu karbon 2H5'dir, bu karbon 3H7'dir, bu 29'dur, bu da ki 43'dür. Burada da deməli H'dır, bu da CH3'dür, bu 1, bu da 15'dir. Yəni böyük qruplar bir tərəfə baxanda Z izomer, əks tərəfə Y izomer. Yəni bu istiqamətdən biz ancaq C bəndini deməli götürə bilərik ki, burada yoxdur.